Salam qızlar, bu günləri bazarlıq etmişik. İstəyirəm o bazarlığı sizinlə bir yerdə açaq. Deməli, əvvəlcə başlayaq əvvəllə. Bizdə ümumiyyətlə son vaxtlar hədsiz çox gedir zeytun yağı. Əvvəl heç bu qədər çox istifadə eləmirdim. Həm semiçka istifadə edirdim, həm də zeytun. Ancaq zeytun yağını keçəndən sonra demək olar ancaq zeytun yağı işlədirəm. Bir dənə şirniyyatlarda abisindən istifadə edirəm. Çörək. Hərçənd ki, evdə təzə çörək qalır, sonra körpənəlir, yenə də alırıq da təzə çörəkdə çizik. Bundan 2 dənə gülücü toğrayıb. Sonra dənələr istiot almışam, kələm turşusu hazırlayacağım inşallah bu günləri onun üçün. Səsiska, sobanın səsiskalarıdır, qəşəng olur dadı. O birisi kofedən hazırlasam da, yenə də belə bir kofedə alıram ki, arada arası rahat olsun. Və mütəy. Çay üçün olmasa olmaz. Mən çox sevirəm ədviyyatlarla dolu çayı. Sonra belə bir vafli almışıq. Bu da qəşəng olur. Yemişəm, qadını bilirəm. Sonra keçək bu birisi ərzaqa. Qatıq almışıq. Qatıq, bəli. Altına su buraxır, bezdirdi bu yemçiylə. Sonra yumurta. Yumurtanın da biri sınıb gezin içərdə. Qarşı tanısı bir-birinə bu yuyulmalıdır. Gözümə durur da, yəni belə işdə. Sonra Ankorun yağını almışıq. Keçən dəfə Valio almışdım. Bir neçə dəfə aldım. Tam belə ürəyim istəyən tamı tuta bilməmişəm. Deyirəm, görün bu Ankor nətərdir. Ankoru mən çox keçmişdə yemişəm. Yəni, onda dadı qəşəngdir. İndi bilmirəm necədir. Görək indi burada nətər olacaq. Və pesok. Pesok da bir evin olmazsa olmazıdır. İstər şirniyyata, istər çaya, istər nə bilim, nə deyirsiz ona, deyəcəm indi sizə. Kompota, düzü çoxdan kompot falan eləmirəm. Biraz yox, vaxt yoxdur, biraz da əlincəklik basıb, neysə eləmirəm. İndi keçək o birisi çantaya, o birisi sumkaya. Burada belə bir şorumuz var, qaymaqlı şor. Mən hər dəfə alanda qaymaqlı şor alıram. Çünki şor bizdə yaxşı yeyilir. Və keçək əsas məsələ təmizlik vasitələrinə. Siz bunların içərisindən hansını daimi istifadə edirsiniz, yazarsınız görək. Biz bir dəfə Splat'ın diş pastasını aldıq. Keçən və Colgate-in o Max Fresh'ini də ondan almışdım. Qavyonu çoxdan dişlədirəm, ancaq parladıcı almamışdım. Çünki keçən dəfə alında Bingo'nun 3-ü birində şampun, sabunlar, nə deyirlər ona, qab şampunundan almışdım. Bu dəfə dedim, qoy bundan da alım. Görək, bu necə parıldadır ümumiyyətlə. Sonra keçən dəfə Bingo'nu almışdım. Bu dəfə Fairy'nin bundan olanını aldım. Bunu da deyəsin içərisindəki başqa formadadır. Belə başa düşürəm. Onu da yoxlayaq, görək bu necə olur. Belə Bingo'da pis yumadı, yaxşı idi əslində. Prosta dəyişiklik olsun, yoxlayırıq. Test drive edirik. Yumoşun bundan istifadə edirəm mən. Keçən dəfə başqa bir şey almışdım. O da nətər olmuşdu. Əlim dəydi, məhsul düşdü, yerə sındı qapağı. Ona görə məcbur qaldım, alası oldum. İndi bu dəfə yenə eyni şeydən almışam. Sonra antibakteriyal depression belə bir sabun almışam. Nə içirsən bala? Soyuq su. Sən qadan, mən səni istəf edmişəm, soyuq su içmək olmaz. Səndən mən düşmüşəm. Heç sənin dediyimi əmiyəcəm, ancaq atamın dediyini yiyəcəm. Domestos'un təmizləyici pastasını almışıq. Və bunun da birisi dostlar mən yemişdim. O hədə. O istiyordu daima. Və Adenin belə bir xlorunu almışıq. Bu da yeni evə lazımlı bir şeydir. Clear'ın şampunu. Mən bəlkə bir 7-8 ildir bu şampunu istifadə edirəm. Hələ subay vaxtından. İndi gəldim evləndən sonra da burada istifadə edirəm. Və belə bir quru desin dəyibi bunlara. Nə deyirlər, paraşok. Oğlum paraşokun, hələ də böyük paraşoku ilə yumuram. Uşaq paraşoku ilə yumuram. Düzdür, bilmirəm, onun da içində nə qatırlar, amma yenə də. Və yenə də Ariel'in paraşoku. Sən niyə çölə çıxdın, ay bala? Hava almaya. Hava soyuqdur, gir içəri. Yox da, futbolçuya baxın. Nəyə baxın onları? Uşaq öz şəklinə hərəkət edir də bilirsiniz. Küləy vurur. Bingo'nun nəm salfetkası. Bu nəm salfetkaları mənim işimi o qədər asanlaşdırır. Olmayanda elə biləm, çox şeyim çatışmır. Qadın üstün silən, kutunan qıraqların sillərini, nə bilim, siz deyin, qabiyanın neydi?
Xaldenkin içindəki şüşələri silirəm. O gün xaldenki sökmüşdüm. Yığıb-yığışdırıb qutara bilmirdim ki, ayla bunu mən harda yuyum da. Özdə xaldenkimiz əvvəl yaşıdaydı, onda yaxşı açılırdı deyə qapısından içərisini çıxartmaq olurdu. İndi içərisində çətin çıxartmaq olurdu, sağlığı gücünə saldı. Bağlı qapını. Ona görə bundan silmək yaxşıdır. Ondan əlavə belə bilməm, safetdə də alıram ki, gündəlik balıqlı safetdə lazım onda istifadə edirəm. Sonra tualet şahısı kipaçka almışam. Safetka, bu da yenə olmazsa olmaz versiyasındadır. Zibili tökmə otağı işiyorum. Onun içində zibil var. Onun içində zibil var. Bu da pampersi toğu üçün almışıq. Əslində çox da ehtiyac deyil. Alırıq da hər ehtimala. Sonra nə qaldı? Sonra qaldı banan almışıq. Bananın kilosu neçəydi? 2,85 idi qayalı marketdə. Sonra isə alma almışıq. Almanın da kilosu 1,50 idi. Yaxşıdır yenə. Cənnəm. Düz bazarda bundan ucuzdur, amma mənim yoldaşım bazara getmir də. Mən də onları tək başına daşıya bilmirəm. Biz də hər gün gələndə yenə nə isə alıram. İkisini də sizə göstərmişdim də videoda. Amma yenə də nə qədər olmasa çətindir hamısını daşımaq. 2 dənə də yeşil kələm almışam. Bu kələmlərdən də qismət olsa inşallah turşu hazırlayacağım. Turşunu da hazırlayanda videosunu sizlərlə bölüşəcəm. Bazarlığımız 150 manat pul tutubdu. Sizə dəyərmi, dəyməzmi? Bazarlığın qiymətinə görə qiymətlər sizə qalxmır, qalxmır. Təbii ki, qalxıb, yəni bu müzakirəsi mənasızdır. Sadəcə sizə görə necədir qiymətlər? Yaxşıdır, yoxsa pisdir? Qızlar, bu günləri sizinlə kələm turşusu hazırlayırıq. Ərzaqları demək olar qarışdırmışam bir-birinə. Amma dedim ki, videosunu çəkim. Çünki bu boyda zəhmət çəkirəm. Niyə videosu olmasın? Bəli, kələmləri istədiyiniz formada doğrayırsınız. Sonra üzərinə baxın şüyüddür, quru şüyüddür. Bu isə bilirsiniz dəfnə yaprağıdır. Bunu əlavə edirsiniz. Sonra üzərinə baxın belə kökü xırda-xırda doğramışam, əlavə edirsiniz. Sonra üzərinə çuğundur vurursunuz, sonra duz vurursunuz. İstəsəniz sarımsaq da vura bilərsiniz. Sonra qarışdırırsınız, qəşəng bir gün qalır belə qarşımda. Su salır. Növbəti gün deyəcəm.
Gedək indi də maska vurub üzümü fresh etdikdən sonra indi dedim ki, biraz da serumlarımdan vurum. Çünki baxım ediriksə, tam baxım edək də, yarımçıq eləmək uje düzgün sayılmır. Bugün işlərimi də görməyə çalışıram, özümə də baxmağa çalışıram. Çünki hərəsinə ayrı-ayrı vaxt ayırmağa çalışanda mümkün olmur, çatdırmıram bacım. Yəqin ki, siz də mənim kimisiniz. Yəni, insan özünə vaxt ayırıb, desə ki, məsələn də, indi bu günləri özümə vaxt ayıracam. O mümkün olmur çox vaxt. Yəni, mən ən azından çatdırmıram. Amma belə həm evin işini, həm şəxsi işlərimi görməyə çalışanda onu çatdıra bilirəm deyə kəşf eləmişəm. Bu yeni kəşfimdir. İnşallah ki, uzun müddətdə davam edə bilərəm. Çünki mən biraz bir işi görüb tez yarımçıq qoyan insanlardanam. Bu serum da üz serumudur. Gözü vurduq, indi də üzü vuraq. Üzümüzü də vurandan sonra keçəcəyəm nəyə? O birisi işlərimin arxasıca. Çünki yemək pişibdir, ev toz soğanlanmayıb da mən. Gedib evdə toz soğanlayacam. İnşallah. O maskadan sonra üzüm o qədər yumuşalır ki, yəni həqiqətən də çox rahat olurum. Instagram hesabımda daimi maskaları falan paylaşıram. Görmək istəsəz mütləq daxil olub baxa bilərsiniz. Ton. Neynədin? Baxdın mı tülmü? Mən qoy həyətə düşüm. Sən həyətdə kim var elə dirəşmirsən mənlə həyətə düşüm. Yox, atamla maşından öncədən də yolda. Parkımın evli yolundan da keçəndə gördüm. Neynirik? Pəncərəni silməyə çalışırıq. 5-ci mərtəbədə olduğumuz üçün biraz qorxuludur. Risk eləmək istədim, amma gördüm ki, yox, mənlik deyil. Ona görə almışam bunlarını. Görək, nə dərəcədə bacaracaq. Hey, yıxılarsan, keç belə. Keç belə. Pəncərəni heç tutasaq, dəcə keç aşağı. Görək, nə çıxardırlar ki, belə ləkəlidir. Bunu da aparım, yuyum, bunu da yuyum. Təzdən gələk. Bir də təzəndən silək. Görün nə çarpırıq. Tək olmaq bu şeylərdə bax çətindir.
Bir kömək olsa daha tez qurtarmaq olardı belə şeyləri. Üstünü su axıdaq. Yuyulsun bu da. Bura qoyulsun. Bura qoymaq Şimdi buranı da alsaq. İndi başlayaq. Görürsünüz nə qədər gizli tökülür. Qızı isti suyla edirəm ki, birazdan mikroblar da olsun. Bütün pəncərələri belə bu günləri təmizləyə bilsəm, olacaq əla. İş soğuğu, iş vaxtım olmur deyə qalır yoxsa. Nə var ya, evin işini görmür. Sabah məsələn iş var. Mən işləməsəm var. Bilirsiniz, mənim evim nəfər olar, gül. Məndə belə pəncərə mi qalır? Yox. Yoxsa çatdırmıyorum. Hər iş üçün ayrı bir vaxt ayırmalısın. O da ki, məndə yoxdur. Kömək də yoxdur ki, bu şeyləri tutarasın tez bazar. İndi geçək suyu axsın buradan. Gedim pəncərəni də silin təzcanla. Sonra gəlim. İkisimiz də gördüyünüz kimi hazırdır. Ayaqdandan əziyyət çəkirəm. Gedim oturum bir stəkan çay içim, dincəlim. Axşama hələ toğru çimizdirməliyəm. Dərsi var, dərsini elətdirməliyəm. Gedirsən? Gedirəm, posta sən deyirsən ki, yəni sən çalıyanda ki, toğ hoca evə, onda gəlim sən balkonumuzun həyətində, o da düşdüyün ki, nədir, anı sən də möhkəm deyə bilərsən. Deyərəm. Yavaş möhkəm deməyəndə eşitmirəm də dediyim sözü. Möhkəm deyirəm, deməyinə. Prosta uzaq məsafəyə getmə. Hanı skuterin, get götür. Afiyet ederim diyor çək. Gəldim gedirəm, afiyet ederim çək. Uy, uyansın mı? Aşağı çək açılsın da. Keçdə də. Eşidirsən məni? Həyətdə maşınlara fikir verirsən. Maşınların qabağı ilə sürmürsən. Maşın ayağına qaldığında qalmamışdı. Maşın bir belə kilirsən də elədir. Maşın bir belə bütün dostlarım başlar. Onun eyni zamanda o dostlarının başını qalağı ki, mən vurulmasın. Yolun ortasında çünki maşını su kəsirdi. Sonra o gəlçib hemen hamımız qaçdı qalağı ki, qoşulsun, getsin. Yerim. Ehtiyatlı ol. Yaxşı. Bir qanatın nə qədər çək. 5-ə gəlsin, bağlaya kimi sundursun. Bax, mənə görüm. Həyətdə üzü yaxşı apara, yaxşı. Sağ ol, yana. Sağ ol. Toğru. Ay Toğru. Ehtiyatlı ol, yaxşı. Heç kimin evinə getmirsən. Su da istədin, nə də istədin, heç kimin evinə getmirsən, evə gəlirsən. Amma nə olur, su içməyə gələndə evə aparma da. Yaxşı. Yaxşı. Mən istəyəndə, yəni evə gələndə, sən mənə demə də, toğruca otur tez ol, bax da, otur orada tez ol, bax da. İçib su iç, get. Yaxşı. İstəməndə çox tez ol. Yaxşı, ehtiyatlı ol, yeri. Sağ ol. Yemin et ki, sağlık yetmeye.
Çıxartdırma dişini. Var dişini ayırır, müalicə elətdir onu. Bunun içine de kartop atırsan.